78-ci ildə Vaqif Mustafazadə Fransada Çikariyanı utdu. Çikariya kimdir? Çikariya caz sənətinin Michael Jackson'ıdır. Dünya ulduzudur. Amma orada münsiflər ikisinə də birinci yer verdilər. Vaqif Mustafazadəyə əlavə qızılval verdilər. Oradan qışqırdılar ki, muqam, muqam. Vaqif sintezlə getmişdi ora. Vaqif gidib Fransada, tutaq ki, hansısa bir ölkədə cazın mənbəyində orijinal cazı çalsaydı, deyəcəkdi, qardaş, bu mənəm. Sən özündən nə gətirmişsən? Vaqif Çikariyanı muğama görə utdu. Gördünüz nə gözəl təhlildir. Məsələn, bizim bir görkəmli opera müğənnilərimiz var, qadın müğənnilərdir, xalq artistlərdir, professordur. İtaliyada, Kirxada başlayıblar Neapolitan ariyaları oxumağa o zamanda. Bu bizik, siz özünüzdən başlayıblar Gülçöhrə, Əskəri, Nigarını, bu başqa məsələ. Siz nə qədər estrada simfonik manierasında biz əsərləri gözəl oxsaq da, o originalı oradır. Amma bir də var ki, siz gedib orada Yaşakö oxuyursan, nişan aldım, onlarda o yoxdur. Onlar üçün saz, tar, muğam, aygün bəylər maraqlıdır. Başa düşürsünüz?